Nərimanov rayon məhkəməsində dələduzluqda təqsirləndirilən Yunis Mehrabovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Yunis Mehrabov etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə, nəticədə zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməli törətməkdə ittiham edilib. İttihama əsasən o tamah niyyəti ilə zərər çəkmiş Zahir Nuralıyevin etibarını qazanaraq ona dövlət vergi xidmətində geniş əlaqələrinin olduğunu bildirib. Vergi borclarının silinməsi məsələsini həll edə bilməyəcəyinə dair həqiqətə uyğun olmayan vədlər verib. Yunis zərər çəkmiş şəxsə məxsus şirkətdə mühasib işləyib. Zahir şirkətin 32.000 manat məbləğində vergi borcunun silinməsi məqsədi ilə Yunisə müraciət edib. Təqsirləndirilən şəxs həmin məsələnin həlli ilə bağlı hər hansı səlahiyyətə malik olmadığı halda borcun silinməsini təşkil edə biləcəyini bildirərək zərər çəkmiş şəxsdə inam yaradıb. Təqsirləndirilən şəxs zərər çəkmişin ümumilikdə 15.000 manat pul vəsaitinin ələ keçirib. Bununla da zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub. Məhkəmənin hökmü ilə Yunis Mehrabov 2 il müddəti azadlıqdan məhrum edilib.